Mən özüm Baxşılı kəndindən anadan olmuşam. 1947-ci ildə. Atam da Baxşılıda anadan olub, anam da Baxşılıda anadan olub. Əvvəlcə tək gəlmişəm. Mən burada internat var idi, orada qalmışam. Sonra 8-ci sinifdən sonra Altıağac Orta Məktəbində Azərbaycan bölməsi ləğv oldu. Demək olar ki, Altıağacın özündə Azərbaycanlı çox az idi. Əsas ruslar idi. O vaxt mən bura təyinatla gələndə Altıağac məktəbində 24 nəfər müəllim var idi, 270 nəfər şagird var idi. O vaxtlarda burada əksəriyyət Malakanlar idi. İndi bağlayırlar darvazaları, çəpərləri, daşasar 4 metr hündürlüyündə girirlər içəri. Cəmaata iş yeri açılsa, inandırıram ki, yenə həmin adamlar qayıdıb gələr bura, artım dolar burada. Mən özüm Baxşılı kəndindən anadan olmuşam. 1947-ci ildə. Birinci sinifi qədər orada yaşamışam. Atam da Baxşılıda anadan olub, anam da Baxşılıda anadan olub. Demək olar ki, bütün ailə üzvlərimiz, qohum-əqrəbə hamısı Baxşılıda anadan olub. Birinci sinifdən sonra gəlmişəm mən Altıağaca. Altıağac kəndində təhsil almışam, oxumuşam. Əvvəlcə tək gəlmişəm. Mən burada internat var idi, orada qalmışam. Sonra anam da gəlib bura. Yavaş-yavaş demək olar ki, ailəmiz hamımız köçmüşük bura. 8-ci sinifə qədər Altıağac Orta Məktəbində oxumuşam. 8-ci sinifdən sonra Altıağac Orta Məktəbində Azərbaycan bölməsi ləğv oldu. Rus bölməsi ancaq var idi, şagird də çox idi. Demək olar ki, Altıağacın özündə Azərbaycanlı çox az idi. Əsas ruslar idi. Ondan sonra mən getdim, təhsilimi davam elədim Bakı şəhərində. 11-ci sinifə qədər orada oxumuşam. Sonra Bakıda daxil olmuşam Pedaqoji Universitetə. Oranı bitirmişəm. Təyinatla gəlmişəm Altıağaca. Ondan sonra öz işimi davam eləmişəm Altıağacda. Müəllim kimi fəaliyyət göstərmişəm. Bir il işimin fəaliyyətimin yaxşı olduğunu nəzərə alaraq rəhmətli Yusuf Babayev var idi, məktəb direktoru. O vaxt mən bura təyinatla gələndə Altıağac məktəbində 24 nəfər müəllim var idi, 270 nəfər şagird var idi. Deməli, çox güclü məktəb idi. Onda artıq şagirdlərin sayı artmışdı. Get-gedə Azərbaycan bölməsində də, Rus bölməsində də. Demək, mənim bu fəaliyyətimin görüb, nəzərə alıb, Yusuf müəllim məni məktəbdə tədris hissə müdiri vəzifəsinə irəli çəkib vəzifə verdi. Demək, mən o vaxtdan 84-cü ilə qədər məktəbdə tədris hissə müdiri işləmişəm. Yəni, keçmişlikdə desək, zavuz kimi də belə. Ondan sonra demək, o vaxtı kənd sovetləri seçkinlə idi. İndi icra nümayəndəsidir, o vaxtı seçkinlə idi. Demək, Altıağac kəndində 25 nəfər kənd sovet deputatla seçilirdi. 25 deputatın içərisindən yenə təzədən seçkinlə, 25 nəfərin içindəki seçkinlə bir nəfər kənd sovet sədri seçilirdi. Demək, mən o deputatların içində əvvəl deputat seçildim, sonra da kənd sovet sədri seçildim 84-cü ildə. Ondan sonra məktəbdən uzaqlaşdım. Yəni, bu seçkiyə görə, cəmaatın mənə göstərdiyi ehtimada görə başladım kənd sovet kimi işləməyə. O vaxtdan mən, demək, 9 il kənd sovet sədri işlədim. Ondan sonra Milli Parkın direktoru işləmişəm. Altıağac, demək, əvvəl Altıağacda ilk yaranmışdı Altıağac Dövlət Qoruğu. Sonra ölkə üzrə bir neçə qoruq var idi. Qoruqlar bəziləri oldu Milli Park. O Milli Parkın da demək, açılışında, yaranmasında mənim fəaliyyətim olub. Bir neçə demək, qonşu rayonlardan ərazilər ayrıldı.
yəni Şamaxının bəzi çay hissələrindən, çay kənarı hissələrindən, Dəvəçinin bəzi hissələrindən, Seyzənin xeyli hissəsindən bunlarda mən iştirak eləmişəm. Sahələrin ayrılmasında Altıağac Milli Parkı yaradıldı. Və demək 10 ildə mən Milli Parkın direktoru işləmişəm. Sonra yenə tezdən yenə icra hakimiyyətinə qayıtmışam. İcra hakimiyyətində deməli onda artıq da kənd sovetlər ləğv olmuşdu. Yəni adı dəyişmişdi. Adı dəyişmişdi. Əvvəl seçkilə idi, sonra seçkilər ləğv oldu, təyinatla oldu. İcra başçılarının təyinatıyla icra nümayəndələri seçildi qəsəbə kəndlərdə. Deməli, mənə də icra nümayəndəsi təyin elədilər. İcra nümayəndəsi kimi fəaliyyət göstərmişəm. Sonra işlədiyim dövrdə o vaxt deməli Xızı rayonu yaranan ərəfələrdə kəndlər yarandı. Deməli, kəndlərdə demək olar ki, hamısı köçüb getmişdi. Məsələn, Bakı Quluşda adam qalmamışdı, Qasım kənddə adam qalmamışdı, Ənbizlərdə adam qalmamışdı, Ağdərədə azalmışdı xeyli, Dizəvərdə ümumiyyətlə yox idi. Beləliklə təşəbbüs göstərdilər, ölkə başçısı başladı kəndlərə qayıdış. Xeyli insanlar köhnə dədə-baba yurduna qayıtdılar. O cümlədən də Qasım kənddə qayıdış oldu və məni də baxmayaraq ki, icra nümayəndəsi işləyirdim. Gecə o vaxt bürolar olurdu, axşamlar, elə vaxt olurdu, saat 1-2-yə qədər iclaslar, bürolar keçirilirdi. İcra başçısı, o vaxt katib idi hələ. Deməli, sonralar o da icra başçısı adı aldı. Katibin vaxtında rayonun katibi, isbalkomun sədri vardı. Gecənlə bizi təyin elədilər, bir neçə adamı, o cümlən də məni, Qasım kəndə məni kolxoz sədri göndərdilər. Vərdah yarandı, Düzavar, onların hərəsinə bir nəfəri deməli, yəni icrada işləyən insanlardan bir neçəsini göndərdilər həmin kəndlərə kolxoz sədri. Ki, kənd inkişaf eləsin, kolxoz yaransın, əkin, biçin, bolluq yaransın, təsərrüfat. Məsələn, mən Qasım kənddə tezə yaranan bir balaca kolxozda bir sürü qoyunumuz vardı, 1000-ə yaxın. Sonra bir 300-ə qədər malımız, qaramız var idi, inəklərimiz var idi, taxıl sahələrimiz var idi, əkmişdik. Demək, bir il yarım da orada mən işlədim, yenə tezdən qayıtdım, öz yerimdə icra nümayəndəsi kimi gəldim və icra nümayəndəliyindən də mən deməli pensiyaya çıxdım, 65 yaşa qədər orada işlədim. Yəni mənim belə fəaliyyətim belə olub. Mən burada elə oxuduğum dövrlərdən müqayisə edirəm. Orta məktəbdə oxuduğum dövrləri nəzərdə tuturam. O vaxtlarda burada əksəriyyət malakanlar idi. Altıağac da inandırıram ki, belə çox qəşəng, gözəl, elə bir gözəl istirahət zonası idi. Özü də gül çiçək idi. Bütün küçələrə baxırdın, küçə boyu sağı solu gül çiçək idi. Yəni çox mehriban idilər. Fərqi yoxdur. Rus, müsəlman orada heç kim gəlib girsə bunları ayıra bilməzdi ki, burada bir ayrı millət var, nə var. Elə uyğunlaşmışdılar, barışmışdılar, qarışmışdılar ki, bir yerdə əl-ələ işləyirdilər. Safxozun sahələri vardı, kartof sahələri, günə baxan sahələri var idi, qarğıdalı, əkirdilər, biçirdilər. Yəni hamısı bir qaydada mehriban, işgüzar idilər. Deməli, onlarda bir qayda var idi. Yəni, biz də keçmişdik onların sırasını belə. Onlar subota mütləq istirahət eləməliydilər, hamamlanmalıydilər, gəzməliydilər. Həmçinin də bazar günü onlar istirahət eləməliydilər. İşləməzdilər bu iki günü. Onlar deməli, elə bir ki, qarmoşkaları zadıb olurdu, çalırdılar, oxuyurdular, oynayırdılar. Qışda da ki, həmçinin sürüşkən xizəklərlə belə gözəl istirahət keçirirdilər.
Burada yəni belə deyim ki, çox səmimiyyət var idi, çox mehribançılıq var idi. Get-gedə yavaş-yavaş azalma getdi, ruslar köçüb getdi. Azərbaycanlılarda da belə qaldı, amma o cürünə baxırsan ki, bax bugünkü gündə hamı həyətini daş hasar eləyir. Elə bir ki, nə bilim, özlərini belə sıxıntıda saxlayırlar da. Amma o vaxtı hamısı çəpərlər idi raşotka. Aralarında, hər raşotkanın arasında taxta çəpərlər arasında bir 20 santimetr məsafə var idi. Baxırdın, həyətlər görkürdü, gül, çiçək, insanlar görkürdü, bir-birinə hayan olurdular, şey edirdilər. Nəsə o dövrün o xasiyyətləri, o gedişi bugünkündən mənə elə gəlir ki, yaxşı idi. Çünki mehribançılıq yaradırdı. İndi bağlayırlar darvazaları, çəpərləri, daş hasar 4 metr hündürlüyündə girirlər içəri. Yəni bu, necə deyim ki, belə mehribançılığı elə bir azaldır. İnsanlar bir-birini az görürlər. Onda uzaqdan keçəndə bir-birindən əl eləyib salamlaşırdılar, evlərinin yanından keçəndə. Qonaqpərvərlik də çox idi, elə bir ki, yaxşı idi. Bax, belə, yəni, hamı istəyirdi qayıtsın, gəlsin, yaşasın. İndi kəndlərdə, Baltaqaş indi böyük kənddir, qalıb, burada da əhali azalır. Get-gedə azalır. Cavanlar demək olar ki, əksəriyyəti can atır ki, getsinlər buradan şəhərlərdə yaşasınlar, Bakı, Sumqayıt, yaxın şəhərlərdə. Niyə görə? Çünki burada məsələn o gənclərin uşaqları üçün bir əyləncə yerləri yoxdur, özləri üçün iş yeri yoxdur. Ona görə də məcbur olurlar ki, qaçmağa. Əgər yenə burada bir şərait yaratsalar, məsələn bir texnikumla heç olmasa, demirəm institut olsun, bir texnikum olsun, bir fabrik olsun, bir sexlər olsun, cəmaata iş yeri açılsa, inandırıram ki, yenə həmin adamlar qayıdıb gələr bura, artım dolar burada. Yəni, bu Bakıda sıxlıqda nə var ki, hamısı gedir Bakıya? O profka, nə bilim, qazofka, nə bilim, nələr. Əksəriyyət buradan gedənlər də peşman olurlar, amma qayıda da bilmirlər. Çünki məcburdular, uşağının xatirinə, gələcəyinin xatirinə qalırlar orada. Belə də, indi kənddə də, indi necə olmasa, pis də döyür, səmərəlidir. Evdə bəzən görürsən ki, tez-tez nəvələrim, uşaqlarım da gəlir yanıma. Burada da yığışırıq hərdən öz həmyaşlarımızla, otururuq, söhbətlər eləyirik, bəzənlər də oynayırıq, bəzən də belə əyləncələrdən istifadə eləyirik də, özümüzə bir şərait qururuq da, darıxmamaqdan ötürü də belə. Şükür Allaha, pis döyür, indi dolanışığımız pis döyür. Yəni, belə götürəndə, ümumi götürəndə əsas odur ki, dolanışıq var. Başqa kəndlərə nisbətən Altağacda yaxşıdır. Bir də ki, kim ki, məsələn, imkanı var, cavandır, təsərrüfatla məşğul olur. İndiki dövrdə mal, heyvanat saxlamağa imkan var, yaxşıdır, özü də ki, dolanışıq da var. Bu dəqiqə inandırıram sizi ki, əgər hər bir insan, hər bir evdə, ailədə köməkləşib, heç olmasa bir 2 inək, bir 5 qoyun saxlasa, o onun dolanışığına təkan verər. Onun həm yağı, sütü, nə bilim mən, toyuq saxlayar, yumurtası, ildə 1-2 bala satar, onun illik dolanışığı, hər şey imkan var. Hələ hətta sağ olsun dövlətimiz də köməklik eləyir, sudalar verir, əkin əkməyə, məsələn, toxum verir, hətta yanacaq üçün pul verir, əlavə köməklik eləyir. Bunlar böyük dayaqdır, köməkdir insanlara, yaxşıdır. İndi sağ olsun bizim ölkə başçımız da sağ olsun belə şəraiti yaradır. Yəni ki, əsasən odur ki, məsələn, sülh dünyasında yaşayırıq bugünkü gündə. Bizim hamımız görürük ki, bugün bizim ölkə başçımızın gözəl xarici siyasəti var. Tez-tez rəsmi səfərlərdə bütün ölkələrə səfər eləyir. Bu özü dostluq münasibəti, iqtisadiyyatımızı qaldırır, yaşayışımızı yaxşılaşdırır. Bu yaşam tərzi yaxşılaşır get-gedə. Bugünkü gündə məsələn, mən deyərdim ki, düzdür, hər yerdə, hər ölkədə var, biraz kasıblar da var. Amma bizdə məsələn, işləyən adamlar üçün demək olar ki, şərait yaxşıdır. İndi mən məsləhət görərdim ki, bu cavanlar gələcəyin sağlamlığını düşünürlərsə, bu kəndlərə qayıtsalar daha yaxşı olardı. Yəni,
heç olmasa gəlib kənddə həm öz ailələrini, ata-analarını qoymazdılar burada qalsın qoca vaxtlarında. Məsələn, kömək, dayaq olardılar. Sonra da ki, cavan adamlarda enerji olur, heyvan saxlayardılar, təsərrüfat əkib biçərdilər, saxlayardılar. Həm özləri, həm gələcəklər üçün yaxşı olardı. İndi müəyyən qədər düzdür, çətinliklər olsa da get-gedə yaxşılaşır. Get-gedə yaxşılaşır, onlar sağlamlığına görə gərək öz kəndlərinə qayıtsınlar. Murad müəllim, onu demək istəyirəm ki, siz əvvəla xoş gəlmisiniz. Mən Xızı TV-yə də təşəkkür edirəm, onun əməkdaşlarına da. Bugün bu gəlib maraqlanırsınız, kəndlərlə işıqlandırırsınız. Bu özü böyük şeydir. Bəlkə də bu elə gənclərimizin qayıdışına da böyük təkan verər. Yəni ki, bizim yaşlılarımızı da sevindirər, ruhlandırar. Gələcəyə yaxşı, nə bilim, xoş niyyətlərlə baxarlar.